Hamını salamlayıram. Ötən dərsimizdə biz avtofiltrasiya haqqında danışdıq. Filtrasiya apararkən 5% от количества элементов seçdikdə bizə bir element göstərilirdi. Biz 10% seçdikdə də element sayına nəzərən OK düyməsini sıxdıqda yenə də bizə deməli bir element göstərilmiş olurdu. Miqdar sütundakı məlumat daxil edilmiş xanaların sayı 19-dur. 19-un 5%, 0-dan %95. 19-un 10% bərabərdir 1,9. Excel bizə göstəriləcək element sayını təyin edərkən, əgər alınmış nəticə kəsrlədirsə, deməli kəsrin tam hissəsi 1-dən böyükdür və yaxud bərabərdirsə, o yalnız tam hissəni qəbul edir. Əgər bizə göstəriləcək element sayının tam hissəsi 1-dən kiçikdirsə, bu zaman o nəticəni 1-ə qədər yuvarlaqlaşdırır. Bizim bu diapazonda 11 xana deməli rənglə boyanmışdır. Sözsüz ki, miqdar sütunu üzrə. Deməli, avtofiltrasiya parametrləri pəncərəsindən filtr по цвету rəngə əsasən filtr seçildikdə biz görürük ki, bizə yalnız 5 xana rəngi göstərilmiş olur. Digər xana rənglərinə əsasən filtrasiya aparmaq üçün другие цвета ячеек sətri seçilməlidir. Burada artıq digər rənglər də mövcud olacaq. Beləliklə, bu videoda demək istədiyimiz bu qədər idi. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Sağ olun.